Narkomaniya. İnsanın öz varlığına qarşı elan etdiyi ən böyük və ən acınacaqlı müharibədir. Bu bəla, insanın mənəvi azadlığını məhdudlaşdıran, onu öz iradəsinin köləsinə çevirən görünməz zəncirdir. İnsan həyatı, kainatın bizə bəxş etdiyi ən qiymətli hədiyyədir. Narkotik isə bu hədiyyəni qaraldan kölgədir. Əsl güc, həyatın çətinliklərindən qaçmadan mübarizə apara bilməkdir. Asıllıq insanı sadəcə fiziki cəhətdən zəiflətmir, həm də onun həqiqəti dərk etmə və dünyaya öz gözləri ilə baxma qabiliyyətini məhv edir. İnsan narkotikə təslim olduqda əslində öz gələcək potensiallarını, həmçinin yaşanmamış arzularını bir andaca fəda etmiş olur. İnsanlığın əsas məqsədi özünü kəşf etmək və cəmiyyətdə iz qoymaqdır. Narkomaniya isə bu izi silib aparan ən qaranlıq nöqtədir. Bizə verilən ömür şansını süni bir xəyal dünyasında əritmək, varlığın verdiyi ali imtiyazı rədd etməkdir. Gəlin, öz həqiqətimizə sahib çıxaq. Çünki həyatın özü heç bir saxta zövqün dəyişə bilməyəcəyi qədər dəyərli və əvəz olunmazdır. Həmin o balaca uşağam, qaranlıqda səni qorumaq üçün yanacaq o şamam. İnanıram sənə deyib sığallamağın idi qızıl anım. Mənsə inamını satıb oğurladım qızılların. Halbuki bu səhv yolu seçəndə axı özümdəydim. Gözəl ovladım deyirdin, bəlkə gözündəydi. Hər şeyini aldım əlindən, bağışlamağa heç nə qalmayıb. Bağışlana deməyə belə artıq üzüm gəlmir. Mən bir də gəlsəm dünyaya, saf gözlərinə